Qaraciyərin sağ payında görürsünüz belə bir nahamar konturlu kistik struktur, exnokok kistasıdır. Qaraciyərin sağ payının 8-ci segmentində buradan baxaq və göründüyü kimi zirvə 7-ci, 8-ci segmenti əhatə edir və arxa səthə daha yaxındır. Belə olduğu üçün bura diafraqmadır. Diafraqmaya daha yaxın yerləşir, görürsünüz. Ön səthdən çox aralı məsafədədir parenxima daxilində. Ona görə belə olduğu üçün biz çox güman ki, açıq üsulla buna yaxınlaşacağıq. Çox dərinliyə doğru gedir, göründüyü kimi çox böyükdür. Digər ölçülərinə baxdıqda görürsünüz, bu arxa səthidir, bu artıq sinuslardır, ağciyər sinusları. Bura ağciyərdir və bu ön səthi buradır, qaraciyərin. Buradan uzaqdadır. Belə olduğu üçün bu durumlarda çox vaxt laparoskopik olunma imkanları məhdud olur. Robotdan düzdür, bunu eləmək mümkündür, amma laparoskopiyada biraz çətinliklər var. Diqqətiniz üçün sağ olun.